Koç, qəribə gündür. Özünüzü necə istəyirsinizsə, elə də aparacaqsınız. Nədənsə ətrafdakılar da bunu çox bəyənəcəklər. Amma problemlər də istisna deyil. Uzaq yola çıxmayın. Bugünkü alış-verişin uğursuz olacağı ehtimal edilir. Buğa, gün maraqlı və xoş görüşlər vəd edir. Elə adamlarla ünsiyyətdə olacaqsınız ki, onlar sizin maddi vəziyyətinizi yaxşılaşdıracaq işin icrasına yardım edəcəklər. İmic dəyişikliyindən çəkinməyin. Unutmayın ki, fantaziyanız genişdir. Əkizlər, günün birinci yarısı sakit keçəcək və qeyri-adi hadisə baş verməyəcək. Maraqlı macəralar günortadan sonra özünü göstərəcək. İşgüzar danışıqlar üçün münasib vaxtdır. Axşam daha praqmatik olacaqsınız. Bu özlüyündə yaxşı haldır. Amma sizi yaxşı tanımayanlar bunu düzgün anlamayacaqlar. Xərçəng, işgüzar ünsiyyət baxımından heç də münasib gün deyil. Amma siz yenə səy göstərəcəksiniz. Çalışın ki, istənilən dialoqu qeyri-rəsmi tərzdə aparasınız. Qarşı tərəfin özünü rahat hiss etməsinə şərait yaradın. Səyləriniz boşa çıxmayacaq. Şir, təcili həll olunmalı probleminiz çıxacaq. Müdiriyyətin işinizdən razı qalacağı inandırıcı görünmür. Həmkarlarla aranızda söz-söhbət olacaq. Şəxsi müstəvidə də problemlər gözlənilir. Səbirsizliyiniz ucbatından yaxınlarınızın əhvalını korlayacaqsınız. Qız, çətin olacaq. Elə qüvvələrlə qarşı-qarşıya gələcəksiniz ki, onlarla bacarmaq elə də asan olmayacaq. İşdə intriqaların qurbanı ola bilərsiniz. İşlə bağlı istənilən məsələni əks cinsi nümayəndələri ilə müzakirə etməyiniz məsləhətdir. Tərəzi, güzəştə getmək bacarığınızla ətrafdakıları təəccübləndirəcəksiniz. Bugün ticarətlə məşğul olan tərəzilər sevinəcək. Onların gəlirli razılaşma əldə edəcəyi gözlənilir. Fürsətləri qaçırmayın, narahat olmayın. Hər zərərdə bir xeyir var. Əqrəb, günün uğurlu olması davranışlarınızdan asılı olacaq. Əgər qürura üstünlük versəz, münaqişə baş verməyəcək. Güzəştə getsəz, öz mövqeyinizi qoruyub saxlaya biləcəksiniz. Yaxınlarla münasibətə gəlincə, hər şey ürəyinizcə olmayacaq. Oxatan, xoş gündür. Maraqlı və faydalı işlə məşğul olacaqsınız. Yaradıcılıq potensialınız hamının gözü qarşısında gündən-günə artacaq. Gələcəkdə gəlir gətirəcək yeni layihə üzərində işlərə başlayacaqsınız. Özünüzə inamı itirməsəz, başqaları da dediklərinizə inanacaqlar. Oğlaq, günün başlıca problemi negativ emosiyaların hökmranlığı ilə bağlıdır. Ulduzlar bildirir ki, çətinliyi aradan qaldırmaq üçün enerjiniz kifayət qədərdir və bu günün müsbət tərəflərindən biridir. Ona görə də hərəkətə keçə bilərsiniz. Dolça, günün birinci yarısı xoş keçəcək. Bu zaman kəsiyindən istifadə edərək özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Bugün sizinlə işgüzar əlaqə quranlar peşəkarlığınıza həsəd aparacaqlar. Günün ikinci yarısı isə sakit keçəcək. Uzaqdan xoş xəbər alacaqsınız. Balıqlar, hər şey yaxşı başlayacaq. Həyat eşqiniz yüksək olduğundan enerji qıtlığı yaşamayacaqsınız. Hamıya sübut edəcəksiniz ki, siz çox işə qadirsiniz. Çətin situasiyada düzgün qərar verə biləcəksiniz. Günün sonuna doğru əhvalınız korlanacaq.